İlk anlayışların ətraflıları birinci sual. 10 qram alüminium üzərinə 16 qram kükürt əlavə edilib. Alüminium üstəgəl kükürt alınır. Alüminium 2S3 valentliyə görə formul qururuq, əmsallaşdırırıq. Və görürük ki, alüminium 54 qram daxil olur, kükürt 96. Amma bizə nə verib? Alüminiumu verib 10 qram, kükürdü verib 16 qram. Və baxırıq ki, kükürt 96 qram girib, 16 qram verib. Neyniyib? 6 dəfə az verib. Kükürdü 6 dəfə az. Alüminiumu da 54'ü 6 dəfə azaltsaq, eləyir 9 qram. Deməli, alüminium 9 qram girəcək. Deməli, başlanğıc nədir? 10, 16. Sərf olunan alüminium 9, kükürt 16. Qalıq alüminium 1, kükürt 0. İndi bizə nə deyir? Reaksiyadan sonra artıq qalan maddənin kütləsini, artıq qalan maddə 1 qram alüminiumdur. Bunu tapdıq. Və reaksiya məhsulunun kütləsini hesablayırıq. 9 qram alüminium daxil olanda reaksiya məhsulu x qram alınır. Alüminium 2S3 alınır. 54 qram alüminium daxil olanda alınır 150 qram. Bunu da ixtisar aparırıq. 9 dəfə, 6 dəfə azalınacaq. 150'ni də 6'ya böləndə eləyir 25 qram. Bu da olur ikincinin cavabı. İkinci sual. 3 valentli metaldır. Oksidinin molyar kütləsi. Metalın oksidi X2O3. Molyar kütləsi eləyir 2i. Molyar kütləsi eləyir 2x üstəgəl 48. Hidroksidinin molyar kütləsi. 3 valentli metalın hidroksidinin formulu XOH3. Molyar kütləsi eləyir x üstəgəl 17 vur 3. O da eləyir 51. İndi bizə nə deyir? Bunun kütləsini x götürür, bunun kütləsini y götürür. Və deyir ki, x çıx y 24 olarsa, yəni 2x üstəgəl 48 çıx x üstəgəl 51 bərabərdir 24 və bunu həll edirik. 2x üstəgəl 48 çıx x çıx 51 bərabərdir 24. O da eləyir x bərabərdir. Burada 3 qalır. O tərəfə keçir, müsbət olur. Cavab eləyir 27. İndi bizdən nə soruşur? X-i. Buradan x nisbət atom kütləsini 27 tapdım. Oksidin molyar kütləsi bərabərdir 2 vur 27 üstəgəl 48. 102. Bir də y. Y də bərabərdir 27 üstəgəl 51. O da eləyir 78. Üçüncü sual. Maddə kuprum XO4'dür. Və bizə deyir oksigenin kütlə payı 40%'dir. Molyar kütləni soruşur A-nı. Oksigen də 64 qramdır. Yazırıq 64 qram 40%'dirsə, molyar kütlə yəni A 100%'dir. 2, 5. 32'ni 5'e vururuq. A eləyir 160. Molyar kütləni tapdıq. İndi B-ni soruşur. B nədir? X-in kütlə payı. Buradan birinci X-in kütləsini tapırıq. Kuprum üstə XO4'ün emeri 64 üstəgəl X üstəgəl 16 vur 4 bərabərdir 160'a. Buradan X eləyir 32. İndi X-in kütlə payını hesablayıramsa yazıram 32 X%'dir. 160 yəni emer 100%'dir. Buradan da X eləyir 20%. Bu da ikincinin cavabı. Yəni B. Dördüncü asandır. Etil spirtli su homogen qarışıqdır. Hər ikisi maye haldadır. Deməli, distillə ilə ayrılır. O birisi bitki yağı su müxtəlif cinsli qarışıqdır. Eyni aqreqat haldadır. Ayrıcı və ya durultma ilə ayrılır. Deməli, X-Y birləşməsində MX-in MY-ə nisbəti 3/4 nə deməkdir? Yəni, 3 qram X, 4 qram da Y reaksiyaya girir və XY alınır 7 qram. Bu şərtə görə yazdıq. Deyir ki, eyni kütlədə götürüləndə biz hər ikisini çoxun kütləsi qədər götürürük həmişə. Və başlanğıc budur, sərf olunan qalıq. Başlanğıc deməli, hər ikisini götürmüşük.
Gəlin birinci belə yazaq. Reaksiya girən kütlələri yuxarıda yazaq. 3-ün 4-ə nisbətində girir. Başlanğıc hər x'i götürülüb 4 qram. Sərf olunan x 3 qram sərf olunur, y 4 qram qalıb, y 0 qalır, x 1 qram qalır. Və deyir ki, maddələrin birindən 5 qram artıq qalarsa, aşağıdakıları hesablayın. Nəyi? Neçə qram x, y alınır? Biz qalıq 1 qram qalanda 7 qram x, y alınır. Qalıq 5 qram qalanda x alınır. O deyilir 35 qram. Bu birincinin cavabıdır. İkinci, neçə qram x reaksiyaya daxil olar? Yenə yazıram. 1 qram qalıq qalanda x-i soruşur. 3 qram x daxil olur. 5 qram qalıq qalanda da y daxil olacaq. Y də eləyəcək 15 qram. Sonra m qram S, m qram kükürt və 64 qram SO2. Bu qarışıqdır. Və bu qarışığın yanmasından sonra qabda 320 qram SO2 olur. Kükürt yanacaq, alınacaq SO2. Bu SO2 də olduğu kimi keçəcək olacaq SO2. Qarışıq yanandan sonra budur. Və bu SO2 nə qədərdir? 64. Bizə deyir ki, 320 qram SO2 alınıb. 320 qramın 64 qramı əvvəlki SO2-dir. Götürülən SO2. 320-dən 64 çıxıram, qalır 256. 256 isə m qram kükürtdən alınan SO2-dir. M qramdan 256 alınır, 32 qramdan da 64 alınır. Bu tənasübə görə m-dən 256, 32-dən də 64. Bu tənasübə görə m eləyir 128 qram. Və deyir, reaksiyanın tənliyini yazın. Yazdıq. İkinci, ilkin qarışıqda kükürdün kütləsini hesablayın. Hesabladıq 128 qram və reaksiya sərf olunan oksigenin həcmini. 32 qram kükürt daxil olanda reaksiyada 22,4 litr oksigen sərf olunur. 128 qramda da x. Bu da eləyir 4 dəfə çox, 89,6 litr. Bu da üçüncünün cavabı. 7-ci. Deməli, bizə qab verib, qabda 32 qram metal H xlorla reaksiyaya daxil olub. Özü də neçə valentli? 2 valentli metal. Deməli, alınacaq metal xlor 2 üstəgəl H2. Reaksiyanı yazdıq, əmsallaşdırdıq. Elə birinci onu soruşurdu, tapdıq. Sonra bu reaksiyadan alınan hidrogen qazaparan boru vasitəsilə gedib 56,8 litr xlorla reaksiya girib. Həmin bu hidrogen gedib 56,8 qram xlorla reaksiyaya girib. 56,8 qram xlorla neçə mol girib? Birinci onu tapıram. 1 mol da 71 qramla girib. Oradan hidrogeni tapıram 0,8 mol. Deməli, yuxarıda 32 qram metaldan 0,8 mol hidrogen ayrılır. Bəs neçə qram metaldan 1 mol hidrogen ayrılar? O da eləyir 40 qram. Metalın nisbi atom kütləsi oldu 40. Sonra 8-ci. Deməli, maddə CN HMO3-dür. Və deyir ki, M oksigenin M hidrogenə nisbəti 8-dir. Oksigen 48-dir. Yazıram. 48-in hidrogenə. Hidrogen kütləsi 1-dir, sayı da M-dir. M vur 1. Nisbət neçədir? 8. Buradan 8M bərabərdir 48. M deyir 6. Hidrogen tapdıq 6. Sonra karbonun hidrogenə kütlə nisbəti 6-dır. Karbon 12N'dir. Yazıram. 12N böl hidrogen də 6-dır. Kütlə nisbəti bərabərdir 6-ya. 12N eləyir 36. N də eləyir 3. İndi bizdən soruşur M və N'i hesablayın. M 6 elədi, N də 3 elədi. 9-cu məsələ. Deməli, bizə nə deyir burada? X SO4 duzu, kükürdün kütlə payı N faiz, oksigen də A faiz. Sonra Y SO3 duzu, burada da yenə kükürd N faizdir, oksigenin kütlə payı B faizdir. Bu o deməkdir ki, hər ikisində kükürdün kütlə payı bərabərdir. Və mən hər ikisində kükürdün kütlə payını tapıram. Burada kükürdün kütlə payı nəyə bərabərdir?
N bərabərdir, kükürd 32-dir, böl, ümumi kütlə x üstəgəl 96-dır. Bu birisində yenə də n bərabərdir, kükürd 32-dir, ümumi kütlə y üstəgəl 80-dir. 32 ilə 48-in cəmi. Və bunlar bir-birinə bərabərdir. Yazıram, 32 böl, x üstəgəl 96 bərabərdir, 32 böl, y üstəgəl 80-ə. Burada 32-lər ixtisar gedir. X üstəgəl 96 bərabərdir y üstəgəl 80-ə. Buradan da x bərabər olur y. X üstəgəl 16 bərabər olur y-ə. Yəni y x-dan 16 qram çoxdur. Y-dən x çıxanda eləyir 16. Bizdən soruşur, y çıx, x fərqini tapın. Tapdıq birincini. Bunu da bildik ki, y x-dan 16 qram çoxdur. İndi B böl A. İndi B-ni, A-nı ayrı-ayrı tapırıq. B nədir? Bu maddədə kükürdün kütlə payı. B bərabərdir. Oksigenin kütlə payı. Oksigen 48-dir. Olacaq 48 böl. Y-in kütləsi x üstəgəl 16-ya bərabərdir. X üstəgəl 16 üstəgəl SO3-ün kütləsi 80. Baxın, bu Y-in nisbi atom kütləsidir. Bu da SO3-ün kütləsidir. Bunu tapdıq. İndi A-nı tapırıq. A bərabərdir. Oksigenin kütləsi 64-dür, x SO4-də. Və x SO4-ün kütləsi də x üstəgəl 96-dır. İndi nə deyir? B böl A nisbətini tapın. Yəni, bu ifadənin bu ifadəyə nisbətini tapıram. 48 bölünsün x üstəgəl 96 bərabərdir. 64 bölünsün x üstəgəl bərabər yox, bölünsün. Nisbətini tapıram. X üstəgəl 96 və vurma kimi yazıram. 48 böl x üstəgəl 96 vurulsun. X üstəgəl 96 böl 64. Bunlar ixtisar gedir. 48, 64, 16-ya gedir. Qalır 3 dəfə, 4 dəfə. 3-ü də 4-ə böləndə 0,75. Bu da ikincinin cavabı. 10-cu. 2 sink S üstəgəl 3 O2 alınır. 2 sink O üstəgəl 2 SO2. Və bizə deyir, sink S-in daxil olan kütləsi x-dır. Sink O-nun alınan kütləsi x çıx 6,4-dür. Bu o deməkdir ki, alınan sink O-nun kütləsi daxil olan sink S-in kütləsindən 6,4 qram azdır. X-ı deyir tapın. Bir də reaksiyanın alınan SO2-nin həcmini. Reaksiyada sink S-in emeri 65-32 97-dir. 2 vur 97 qram daxil olur. Yəni 194. Sink O-nun kütləsi 2 vur sink O-nun emeri 81-dir. O da eləyir 162. Və 194 ilə 162-nin fərqi neçə eləyir? 194 çıx 162. Eləyir 32 qram fərq. İndi reaksiyada 194 qram sink S daxil olanda 32 qram azalma baş verib. Yəni 32 qram az olub sink O-nun kütləsi. X qram sink S daxil olanda 6,4 qram azalma baş verib. O da eləyir 38,8 qram. X-ı tapdıq. Bir də bizdən Y-i soruşur. Y də reaksiyadan alınan SO2-nin həcmidir. 194 qram sink S daxil olanda reaksiyadan 2 mol SO2 alınır. Yəni 44,8 litr. 38,8 qramda isə alınacaq Y litr. Y də eləyəcək burada 8,96 litr. Bu da oldu ikincinin cavabı. 11-ci asandır. X O2-də oksigeni 50% verib, deməli X də 50%dir. Burada oksigen 32 qramdır, 16,2. Deməli X də 32 qramdır. X-in kütləsini tapdıq. Məndən nə soruşur? Ayır X, B. B-ni tapdıq 32. Bir də nə soruşur? A-nı. X O3-də oksigen kütlə payı. A bərabərdir. X O3-də oksigen. Oksigen 48 qramdır. Böl X O3. X-i də 32 tapmışam. 32 üstəgəl 48 vur 100%. 48 böl 80 vur 100%, o da eləyir 60%. Buradan da A-nı tapdıq. A birincidir, B də ikincidir.
12-ci. X2, Y3, O3. Buradan nisbi kütlesi M'dir. Oksigen kütle payı 30%'dir. Deməli, X də 70%'dir. Oksigen burada 48 qramdır. X də 2X. Tənasübümü qırıram. 2X 70%'dirsə, 48 30%'dir. Buradan X eləyir 56 qram. Məndən nə soruşurdu? X-in nisbi atom kütləsini tapdım. Bir də nə soruşur və A-nı. A nədir? A, Y SO4-də oksigenin kütle payıdır. Və deyir ki, emerlər bərabərdir. X2O3-ün emerini hesablayıram. 56 vur 2 üstə gəl 48, o da eləyir 160. Emerlər bərabərdirsə, deməli YSO4-ün də kütləsi 160-dır. Buradan da məndən nəyi soruşur? Oksigen kütle payını. A bərabərdir. Oksigen burada 64 qramdır. Olacaq 64 böl 160 vur 100. O da eləyir 40%. Deməli 13-də qrafikdir. 1 mol üzvü maddə bilmirəm nədir. Üstünə gəlib 4 tam. Deməli oksigen azalıb. 4,5 mol oksigen daxil olub. Sonra CO2 3-ə qədər artıb. Deməli 3 mol CO2 alınıb. H2O da 4'ə qədər artıb. 4 mol H2O alınıb. Sağ və solda atom sayını bərabər edirəm. Solda karbon yoxdur. Burada 3 karbon var. Deməli 1 mol maddədə 1 mol olduğuna görə deməli 3 onun indeksidir. Karbon sayıdır. Hidrogen sağda 8'dir. Deməli burada da 8 hidrogen var. Oksigen burada 6'dır, burada 4'dür və cəmi eləyir 10. Burada isə 9'dur. Deməli biri bunun içindədir və mən tapdığım üzvü maddə CH8 odur. Deyir ki, molekulunda atomlarının sayı 11, o da 1, 12. Bir də deyir ki, karbonun kütlə payı. Karbon 36'dır. 36'nı bölürəm, ümumi kütləyə vururam 100'ə. 36 da 8, 44, o da 16, 60. Vur 100, eləyir 60%. Bu da işincinin cavabıdır. Sonra 14-cü. Deməli, maddə XS-dir, bir də X2S-dir. Kükürdün kütlə payı burada A'dır, burada B'dir və B böl A 0,6. İndi kükürdün kütlə payını tapıram. A bərabərdir. Kükürd 32'dir. Olacaq 32 bölünsün. X üstə gəl 32. B də bərabərdir. 32 bölünsün. 2X üstə gəl 32. Və bizə deyir ki, B böl A 0,6'dır. 32 böl 2X üstə gəl 32 bölünsün A. 32 böl X üstə 32. Bərabərdir 0,6. Və mən bunu hesablamaq üçün vurma kimi yazıram. 32 böl 2X üstə gəl 32 vur X üstə gəl 32 böl 32. 32'lər gedir. Bərabərdir 6 böl 10'a. 6 ilə 10 da gedir. 3, 5. 5'i vururam X üstə gəl 32'yə. Eləyir 5X üstə gəl 160 bərabərdir. 3'ü də vururam 2X üstə gəl 32'yə. Eləyir 6X üstə gəl 96. X bu tərəfə keçir 5X. Olur X bərabərdir. 96 da bu tərəfə keçir mənfi olacaq 64. X'i tapdım 64. X'in nisbi atom kütləsi 64'dür. Və B-ni hesablayın. B nədir? X2S-də kükürdün kütlə payı. B bərabərdir 32 böl X'i tapmışam 64. 2 vur 64 üstə gəl 32. Vur 100%. 32 böl 160 o da eləyir 20%. Bu da ikincinin cavabı.